Bank heç vaxt hansısa məlumatı vətəndaşdan telefon vasitəsilə istəyə bilməz. Bunu maliyyə eksperti Əkrəm Həsənov deyib. O bildirib ki, kimsə vətəndaşa zəng edib kartın məlumatlarını istəyərsə dələduzdur. Bank məlumat verə bilər, məlumat istəyə bilməz. Birincisi ona görə ki, bankda bütün məlumatlar onsuz da var və nəsə bir əlavə məlumat lazım olsa da telefonla istəməz onu. Uzaqbaşı banka dəvət edərlər. Bu baxımdan da vətəndaş heç vaxt, heç kəsə telefonla kart məlumatlarını, nə bilim, kartın nömrəsidir, paroludur, pin koddur, digər məlumatları verməməlidir. Və bundan başqa da internet üzərindən də hansısa saytlardan alış-veriş etdikdə, köçürmə etdikdə də yalnız tanınmış saytlardan istifadə etməlidir. Hər yoldan keçən sayta kart məlumatlarını yükləmək olmaz. Əkrəm Həsənov deyir ki, bəzən bankların daxilində də dələduzlar ola bilər. Bəzən həqiqətən də bankların səhvi ucubatından da vətəndaşın kartlarından pul uğurlanır. Amma bu yəni zəng vasitəsilə olmur. Ya ola bilər ki, bankın əməkdaşları daxildə nəsə cinayət əməllərinə məşğuldurlar, yaxud da bankın təhlükə sistemi o qədər zəifdir ki, hakerlər bankın informasiya sisteminə girərək pulları oradan uğurlayırlar. Əkrəm Həsənov bildirir ki, hər bir vətəndaş öz maliyyə təhlükəsizliyinə görə məsuliyyət daşımalı və dələduzlara qarşı ayıq-sayıq olmalıdır. Bu cür hallarla rastlaşan şəxslər dərhal bankla və ya hüquq mühafizə orqanları ilə əlaqə saxlasınlar. Fidan Əsədli, Xəzər xəbər.